Bugün mənim özüm üçün də çox maraqlı olan bir mövzu haqqında danışacağıq. Qidalanma və onun zehni sağlamlığımıza təsiri. Gəlin ondan başlayaq ki, qidalanma elə bir həyatımızın elə bir ayrılmaz parçasıdır ki, bəlkə də biz günlük qidalanma edərkən onun orqanizmimizə, emosiyalarımıza, duyğu düşüncələrimizə, ümumilikdə beynimizin, zehnimizin funksionallığına necə təsir edə biləcəyi haqqında düşünmürük. Ümumiyyətlə təsir edib etməyəcəyi haqqında düşünmürük. Amma məsələ ondadır ki, bizim bu haqqda düşünüb düşünməməmizdən asılı olmayaraq arxa fonda bu proses daimi olaraq baş verir. Yəni bizim qida olaraq qəbul etdiyimiz bütün maddələr orqanizmimizdə həzm prosesinə məruz qalır, metabolizmə məruz qalır və onun nəticəsində yaranan metabolitlər beyin hüceyrələrimizin komponentlərinə çevrilir və yaxud da bu komponentlərin sintezinə müsbət və mənfi mənada təsir göstərir. Və yaxud da ən bəsit şəkildə həmin qida maddələrinin parçalanmasından alınan enerji beynimizin funksiyası üçün lazım olan enerji kimi təmin olunur. Bu müstəvidə mən xüsusilə başlamaq istərdim ki, neyrotransmitterlərin sintezi. Neyrotransmitterlər beynimizin xəbərçi molekullardır. Yəni beyin hüceyrələri arasında belə deyək bir növ əlaqəni təmin edən molekullardır və bu molekulların sintezi bilavasitə bizim qidalanmamızla əlaqədardır. Misal üçün serotonin, dopamin, glutamat kimi neyrotransmitterlər bilavasitə qidalanmadan təsirlənirlər. Məsələn, başlayaq elə serotonindən. Serotoninin təməl maddəsi olan, serotonin sintezi üçün gərəkli olan sələf maddəsi triptofan orqanizmin öz tərəfindən istehsal oluna bilmir. Bu məhz kənardan qida şəklində qəbul edilməsi gerəkən maddədir və bu maddə misal üçün müxtəlif qoz çeşidlərində, dəniz məhsullarında, xüsusilə qızıl balıq, salmon balığında çox yüksək dəyərlərdə mövcud olur. Serotonindən başlamışkən elə onunla davam edə bilərik ki, serotonin sintezinin böyük əksəriyyəti 90% bağırsaqlarda həyata keçirilir, sadəcə 10% beyində həyata keçirilir və bağırsaqlar da yenə həzm sisteminin bir komponentidir və burada həm serotonin, həm dopamin kimi neyrotransmitterlərin sintezi bağırsaq mikrobiotası ilə çox yaxından əlaqəlidir. Bağırsaq mikrobiotası da hansı ki, əhali arasında yaxşı bakteriyalar kimi tanınır. Bizim qidamızdakı, pəhrizimizdəki probiotik və prebiotiklərin miqdarı ilə tənzimlənir. Yəni biz belə deyək də, probiotik dedikdə ağartı məhsullarının istehlakı və yaxud da müxtəlif tərəvəzlərin duzlu şəkildə konservləşdirilməsindən əldə edə bilirik bu maddələri. Belə deyək, bizim qidamızda, pəhrizimizdə bu kimi qida komponentləri nə qədər üstünlük təşkil etsə, o bizim həmin o yaxşı bakteriya populyasiyamıza müsbət mənada təsir göstərəcək. Bu da dolayısıyla serotonin, dopamin kimi neyrotransmitterlərin və hormonların belə deyək, sintezini induksiya edəcək. Serotonin əhali arasında həm də xoşbəxtlik hormonu kimi tanınır. Yəni bizim bağırsağımızdakı mikrobiotanın balansı həmin bu özümüzü nə qədər xoşbəxt etməyimizlə birbaşa və ya dolayı yolla əlaqəlidir. Neyrotransmitterlərdən davam edə bilərik. Misal üçün dopaminin, glutamatın sintezi üçün orqanizmə lazım olan digər mikroelementlər B qrupu vitaminlərdir. Xüsusilə B12 və fol turşusu burada çox əhəmiyyət kəsb edir və məhz bu maddələr də kənardan qida şəklində qəbul edilməsi gerəkən maddələrdir. Həmçinin onu qeyd edim ki, B qrupu vitaminləri orqanizmdə, beyində, xüsusilə beyin hüceyrələrində detoksifikasiya üçün istifadə oluna bilər. Misal üçün homostein adlı bir maddə var ki, bu beyinlərə toksiki təsir göstərir, beyin hüceyrələrinin məhvinə gətirib çıxarır və bunun nəticəsində xüsusilə Alzheimer xəstəliyi, neyrodegenerativ xəstəliklərin yaranmasına zəmin hazırlaya bilir. Məhz bu B qrupu vitaminləri, xüsusilə fol turşusunun orqanizmdə çoxluğu həmin homostein maddəsinin detoksifikasiyasına kömək edə bilər. Ona görə də ələxüsus yaşlı insanlarda bu maddələrin, belə deyək, B qrupu vitaminlərinin orqanizmdəki səviyyəsi nəzarət altında saxlanmalıdır və təbii ki, biz qidamızı B qrupu vitaminlərlə zəngin
məhsullardan ibarət etsək, belə deyim, gələcəkdə bu kimi zehni xəstəliklərin yaranmasının qarşısını ala bilərik. Digər bir tərəfdən omega 3 yağ turşuları bilirsiniz ki, həmişə qeyd olunur ki, beyin funksiyası üçün əhəmiyyətlidir və yaxud da belə deyək də, həmişə eşitmişik ki, dəniz məhsulları, balıq yemək beyin üçün çox əhəmiyyətlidir. Bunun mexanizmi necə tənzimlənir, ondan danışmaq istərdim. Məhz omega 3 yağ turşuları, xüsusilə də EPA, DHA yağ turşuları beyin hüceyrələri dediyimiz neyronların membranlarını təşkil edir. Yəni belə deyək, struktur elementləridir beyin hüceyrələrinin. Və həmçinin həmin o xəbərçi molekul dediyimiz neyrotransmitterlərin ötürülməsini təmin edir, ötürülməsində iştirak edir. Və bu maddələrlə zəngin qida məhsulları təbii ki, dəniz məhsulları, yenə müxtəlif çərəzlər, chia toxumu bu maddələrlə olduqca zəngindir və onları qida rasionumuzda bol etməklə biz beyin funksiyamıza yaxşı mənada təsir göstərmiş ola bilərik. Beyin funksiyamıza necə yaxşı mənada təsir göstərir? Yəni daha xoş emosiyalar yaranmasına təsir göstərə bilərik. Zehni fəaliyyətimizi stimullaşdıra bilərik. Yaddaşın möhkəmləndirilməsi, eləcə də belə deyək, narahatlıq hissinin aradan qaldırılmasına bu qida məhsulları müsbət mənada təsir göstərə bilər. Mən hər bir qida maddəsinin ayrı-ayrılıqda qəbulu və bunun gətirə biləcəyi emosional dəyişikliyə toxunmayacağam təbii ki, bugünkü çıxışımızda. Daha çox çalışacağam ki, bunu mexanizm olaraq izah edim ki, qida məhsulları hansı mexanizmlə əslində dəyişikliyə səbəb olur. Təbii ki, ayrı-ayrı qida məhsullarına daha sonra istəyən kəslər müxtəlif resurslardan araşdırıb öyrənə bilərlər. Misal üçün vitaminlərdən danışmışkən digər mineralların təsirindən danışmaq istərdim. Xüsusilə beyin üçün önəmli əhəmiyyət kəsb edir sink və maqnezium mikroelementləri, sink və maqnezium mineralları. Bu minerallar beyin hüceyrələrindəki reseptorların modulyasiyasında iştirak edir. Bu reseptorların modulyasiyası isə yenə beyin hüceyrələri arasında xəbərçi molekulların ötürülməsinə təsir edir. Və bizim beynimizdə əgər belə deyək, beyin hüceyrələrimiz bu mikronutriyentlərlə kifayət qədər təmin olunmursa, hüceyrələr arasındakı bu kommunikasiya bir növ pozula bilər. Bu da bizim yaddaşımızın zəifləməsinə və yaxud da diqqətimizin əksilməsinə gətirib çıxara bilər. Ona görə yenə də qida seçimi edərkən həm makronutriyentlərlə, həm də mikronutriyentlərlə zəngin və beynimizə bilavasitə müsbət mənada təsir edə biləcək vitaminlərlə, minerallarla zəngin qida məhsullarına üstünlük verməyi tövsiyə edirik. Bu müstəvidə misal üçün xüsusi pəhriz çeşidləri var ki, insanlara tövsiyə olunur, xüsusilə beyin funksiyasının yaxşılaşdırılması üçün. Bu nöqteyi nəzərdən aralıq dənzi pəhrizi xüsusilə əhəmiyyət kəsb edir. Misal üçün araşdırmalar göstərir ki, aralıq dənzi pəhrizi məhz beyin funksiyasını 30-40% daha yaxşılaşdırır və mental sağlamlıq problemlərini 30-40% daha azalda bilir. Aralıq dənzi pəhriz deyəndə təbii ki, meyvə və tərəvəzlərlə zəngin, həmçinin dəniz məhsulları ilə zəngin pəhriz növü nəzərdə tutulur. Bundan əlavə son dövrlərdə çox maraqlı bir tətbiq başlayıb, xüsusilə ABŞ-da getdikcə daha geniş vüsət almağa başlayan bir tətbiqdir. Bu nutrigenomikanın günlük həyatımıza tətbiqi. Nutrigenomika nədir? Yəni qidalanmanın genomikası bir növ belə deyək. İnsanlar genetik analiz verib genetik sekvensinq etdirə bilirlər və bunun nəticəsində hansı gen variasiyaları var, hansı gen polimorfizmi var, hansı gen polimorfizmin olduğu üzə çıxır. Misal üçün deyək ki, bir şəxs yaxınlaşır, genetik sekvensinq etdirir və məlum olur ki, həmin şəxsdə misal üçün DHA omega yağ turşusunun metabolizmdə iştirak edən hər hansı bir gende variasiya var. Yəni bu insan həmin balıq məhsulu qəbul etdikdə misal üçün ondan DHA-ni ala bilməyəcək. Yəni orqanizm onu parçalamağa və DHA almağa qabil deyil. Belə olan halda həmin üçün fərdiləşdirilmiş pəhriz nümunəsi hazırlanır. Yəni həmin şəxsə ya DHA hazır parçalanmış şəkildə, qida əlavəsi şəklində təklif oluna bilər və yaxud da orqanizmin DHA-yı özünün istehsal etməsi üçün bitki əsaslı digər yağ turşularını artıra biləcək pəhriz
təklif olunur ki, bunun əsasında da orqanizm belə deyək, DHA-nin alt komponentlərini pəhrizlə qəbul edir və ondan sonra orqanizm özü bir növ həmin lazımi yağ turşusunu istehsal edə bilir. Təbii ki, burada miqdar fərqi var. Bizim kənardan hazır şəkildə alacağımız DHA ilə bitki əsaslı yağ turşusundan orqanizmin özünün hazırlayacağı DHA arasında müəyyən miqdar fərqi var. Amma yəqin ki, bunlar da gələcəkdə nutrigenomika inkişaf etdikcə, bu kimi tətbiqlər inkişaf etdikcə yaxşılaşdırıla bilər. Mən sadəcə buna toxunmaq istədim ki, artıq beyin funksiyasının yaxşılaşdırılması üçün, zehni əmək fəaliyyətini belə deyim, yaxşılaşdırılması üçün bu kimi tətbiqlər də bu gün mövcuddur və gələcəkdə bəlkə də istifadəsi daha geniş vüsət alacaq. Son olaraq onu qeyd etmək istərdim ki, bizim qəbul etdiyimiz qidalar birbaşa bizim kimliyimizə təsir edir və hətta əvvəldən deyilən belə bir söz var idi ki, nə yeyirsinizsə ondan ibarətsiz. Biz nə yeyiriksə biz oyuq əslində. Bəlkə də bu sözün belə deyək, hərfi mənasında deyil, amma dolayı yolla sözün məcazi mənasında həqiqətən də bizim kimliyimizi formalaşdırır, davranış şəkillərimizə təsir göstərir və bizim bu gün boşqabımızda qoyduğumuz qidalar bilavasitə düşüncə tərzimizi, davranış şəkillərimizi formalaşdıra bilir və bu fəlsəfə deyil, bu sadəcə biokimyadır və biokimyanın necə getdiyini, necə emosiyamızın dəyişməsinə yol açdığını mən çalışdım ki, bu mexanizmlərlə izah edim.